Beli bağlayırıq. İp bağlayırsınız və rahat olub olmadığını müştəriden soruşursunuz. Yəni, hərə belini bir tərəfdə hiss edirlər. Biri biraz aşağıda hiss edir, biri biraz yuxarıda hiss edir. Yəni, rahatlığını özü rubrifika eləsin. Elə görün, elə rahatlıq. Daha sonra, rahatlı mı sənə bu hissə? Yəni, 5 gün. Daha sonra, 3 dairəli ölçü götürülür. Belin ölçüsü. Belin ölçüsü götürüləndə bir barmağın içəridə qalmalıdır. Metrə nə küp olmalıdır, nə boş olmalıdır. Metrə fırlanmalıdır, belə. Amma sağlantı da olmasın. Bu belin ölçüsü, oturacağın ölçüsü, oturacaq ən hündür hissəsindən qoyur. Bax, xanımın ən hündür hissəsi, baba, fikir versiniz, yancaqları var. Yancaqlara görə götürülür və qarnına görə fikir verin, əlini necə götürür. Heç vaxt beli ölçü götürməyin, beli ölçü olmaz götürmək. Arxa hissənin hündür öhdəsi ilə ön hissəni, əlimə baxın, fikir versiniz. Bax, mən oturacağı götürürəm. Bax, belə. Bildiniz mi? Bu oturacağı ölçüsü, sinə dairəsi. Nə küp olsun, nə boş olsun. Baxın, belə. Metrə fırlanmalıdır. Deməli. Bir bazı olur, boşaq metrə fırlansın. Baxın, belə. Anladınız? Daha sonra sinənin eni, bunlar köməkçi ölçülərdir. Mən məsələn götürürəm. Sinənin üst qatı götürürəm və uzunluğu ən çiyinin boyunla birləşən hissəsi, ən hündür hissəsindən 1, 2 və 3. Bu bizim olur sinənin uzunluğu. Bax, bu uzunluğu. Vitişkalar bu istiqamətdə işlənir. Daha sonra, deməli, keçdik arxaya. Kürəyin eni köməkçi ölçülü yenə götürür kürəyin eni. Daha sonra kürəyin üst qatı və kürəyin uzunluğu. Baxın, belə düz. Bu köməkçi ölçülər bizə nəyə görə lazımdır burada? Xanımda ola bilər qozbeylik olsun. Qozbeylik üçün bizə çiyin biçiqası atmalıyıq. Ya köməkçi ölçülər sinənin ölçüsünü, biçiqalarını rubrifika eləmək üçün bizə lazımdır. Daha sonra götürür çiyin. Deməli, ən hündür hissədən qolun fırlan hissəsi. Bu olur çiyin. Daha sonra qol ölçüsü götürüb, qol ölçüsü götürəndə qol qatdalanır. Bax, çiyindən qoydum və hansı ölçünü istəyirsə, həmin ölçünü götürürəm. Ya qısa, ya uzun haradan istəyir. Həmin ölçünü götürüb, bir də qolun eni. Qolun uzunluğu hansı ölçüdədirsə, orada götürülür. Yəni, siz fasona görə enli qol tikə bilərsiniz. Amma bizim müştərinin öz qolunun ölçüsü lazımdır, eni lazımdır. Ona görə qolun eni götürür. Yəni, bir barmaq içəridə qalmalıdır. Məsələn, qolu qısarsa, buradan götürürsünüz. Buradan götürürsünüz, fərqi eləmir. Deməli, daha sonra paltarın uzunluğu. Paltarın uzunluğu üçün müştəri qətiyyən əyilməməlidir. Güzgüdə görəcəksiniz ki, hansı uzunluğu o istəyir. O güzgüdə göstərməlidir uzunluğunu. Özü əyilməməlidir. Çünki əyiləndə qısalır paltar. Deməli, 1, 2, 3 və daha sonra hansı uzunluğu istəyirsə, bax, belə əyilib güzgüdə göstərirsiniz. Anladınız mı? O güzgüdə görməlidir. Əyilib belə göstərməkdir. Bəli, təzdən qalxanda paltar qısa ola bilər. Bu cür. Ölçüləri əzbərləyirsiniz, hamısı sıralamayla olsun.